Salam, sabahınız xeyir olsun. 1 iyul 2026-cı il tarixidir. Yay fəslinin 11-ci günüdür. Məhərrəm ayının 16-cı günüdür. İyul ayının 1-ci, iyul ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Hər birimiz üçün bugün, bu ay düşərli olsun, can sağlıqlı, bol bərəkətli, sülhəmnamanlıqlı, firavanlıqlı, dinc qulaqlı, gözəl xəbərlərlə zəngin olaraq keçmiş olsun. Amin inşallah. Bununla yanaşı bir il günündə kimlər işləri arxasınca gedir, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlığı, iş avadlığı və gözəl xəbərlərlə zəngin dolu olan, sülhəmnamanlıqlı, firavanlıqlı, dinc qulaqlı bir gün keçirmələrini arzulayıram. Bir il günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələrlə, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bir il günündə həkimlərin rəhmətə gedəni var. Allahdan rəhmət diləyirəm. Qalanlarına can sağlığı, səbir diləyirəm və bir il günündə kimlər xatırlanır, yad edilir, anılır. Hər birini xoş, gözəl anı xatirələrlə anmağı arzulayıram. Bununla yanaşı bir il günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, gözəl bir gün, bir ay keçirmələrini, həm sülhəmnamanlıqlı, firavanlıqlı, xoş xəbərlərlə zəngin olan, qulaq dincliyi ilə, bollu, bərəkətli, ruzli keçirmələrini arzulayıram. Bununla yanaşı bir il günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Və eləcə də bir il günündə də tarixi hadisələr vardır. Bir il günündə baş verən tarixi hadisələr bunlardır. İlk növbədə bir il günü deyək ki, Bakılılar günüdür. Bütün Bakılıları bugün münasibəti ilə təbrik edirəm. Hər birinə can sağlığı, müvəffəqiyyətlər, uğurlar arzulayıram. Və eləcə də bir il günündə 1569-cu ildə Polşa krallığı ilə Böyük Litva knyazlığı arasında Lublin razılaşması ilə Reç Pospolita yarandığı gündür. Bununla yanaşı bir il günündə 1863-cü ildə Niderland öz koloniyası Surinamda quldarlığı ləğv etdiyi gündür. Eləcə də 1 iyul 1962-ci ildə Ruanda və Burundi Belçikadan müstəqillik qazandıqları gündür. Bununla yanaşı 1 iyul 1963-cü ildə isə demək Böyük Britaniya olan Çin, Filippin, Sovet İttifaqının xeyrinə casusluq etdiyini qəbul etdikləri gündür. Bununla yanaşı demək 1 iyul günündə 1997-ci ildə isə artıq demək Hong Kong 106 illik deməli Britaniya idarəçiliyindən sonra yenidən Çinə qaytarıldığı gündür. Bununla yanaşı 1 iyul 2002-ci ildə Almaniya səmasında DHL şirkətinə aid olan yük təyyarəsi ilə Başqırdistan deməli hava yollarına aid olan sərnişin təyyarəsinin toqquşması nəticəsində 52-si uşaq və 71-i də sərnişin olmaqla həlak olduqları gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.